Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, media nümayəndələri. Azərbaycan Respublikası hökuməti ilə Moldova Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş, ölkəmizin təhlükəsiz arxitekturasını möhkəmləndirən mühüm sənədlərdən biridir. Sənəd 16 fəsildən ibarətdir. 2025-ci il sentyabr ayının 19-da Bakı şəhərində müvafiq qurumların rəhbərləri tərəfindən imzalanmışdır. Səlahiyyətli təhlükəsizlik orqanları kimi Azərbaycan Respublikası üçün Dövlət Təhlükəsizlik Xidməti, Moldova Respublikası üçün Təhlükəsizlik və Kəşfiyyat Xidməti müəyyən edilmişdir. Həmin orqanlar məxfi məlumatların qorunmasına, təhlükəsizliyə buraxışların verilməsinə və qarşılıqlı nəzarət mexanizmlərinin tətbiqinə cavabdehdirlər. Sazişdə əsas anlayışlar, səlahiyyətli orqanlar, məxfilik dərəcələri, buraxılışların verilməsi və ötürülməsi, sənədlərin məhvi, müqavilələrin imzalanması, səfərlər, xərclər və mübahisələrin necə həll olması öz əksini tapmışdır. Saziş iki dövlət arasında informasiya təhlükəsizliyi, kiber mühafizə və müdafiə sahəsində əməkdaşlığı daha sistemli və etibarlı əsaslara sökəndirir. Transmilli cinayətkarlıq, terrorizm, kiber hücumlar və regiondakı geosiyasi proseslər göstərir ki, dövlətlər arasında informasiya mübadiləsi ancaq etibarlı qaydalar və qarşılıqlı öhdəliklər əsasında aparılmalıdır. Bu saziş, ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsinin təmin edilməsini hüquqi cəhətdən rəsmiləşdirir. Hörmətli həmkarlar, sazişin bir mühüm tərəfi ondan ibarətdir ki, hər iki dövlət məxfi məlumatları yalnız səlahiyyətli qurumlar və təhlükəsizlik tələblərinə uyğun prosedurlar çərçivəsində mübadilə edəcək, məlumatların üçüncü tərəfə verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkün olacaqdır. Bu, həm etimad mühitini gücləndirir, iki tərəfli əməkdaşlığın uzun müddətli davamlılığını təmin edir. Azərbaycan üçün bu sazişin əhəmiyyəti ondan ibarətdir ki, Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks kəşfiyyat məlumatları mübadiləsi və kiber təhlükəsizlik üzrə koordinasiyası daha effektiv hala gəlir. Bu, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Hörmətli həmkarlar, bugün Cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi çıxış edir və müasir çağırışlara adekvat cavab vermək üçün institusional və hüquqi bazasını davamlı şəkildə təkmilləşdirir. Bu baxımdan hesab edirik ki, təqdim olunan sazişin təsdiqi ölkəmizin təhlükəsizlik maraqlarına tam cavab verir, iki tərəfli münasibətləri gücləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Qeyd etmək istərdik ki, saziş qeyri-müəyyən müddətə bağlanır, Azərbaycan, Rumun və İngilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni dərəcədə autentik sayılır, lakin fikir ayrılığı yarandıqda İngilis dilindəki mətn üstün hesab olunur. Saziş komitəmizdə müzakirə olunmuş və plenar iclasa tövsiyə edilmişdir. Səs vermənizi xahiş edirəm, diqqətinizə görə təşəkkür edirəm.